Değerli dostlarımız, xoş gördük sizləri. Təzə Saray yolundan bura 517 nömrəli marşrut xətti işləyir. 2 mərtəbə 4 otaqlı 125 min manata sizlərə ideal bir ev təqdim edirəm. Kupçalıdır dəyərli dostlarımız. Mərkəzi giriş darvazasıdır. Sərbəst şəkildə həyətyanı sahəyə bir neçə avtomobil daxil etmək mümkündür. Geniş bir şəkildə həyətyanı sahəsi var. Tamet daşlarla örtülüb. Evin ümumi fasad görkəmi, şəbəkə pəncərələr öz həyətyanı sahəsinə baxır. Yerdən 5 daş kürsüdə inşa olunub. Bir daha geniş bir şəkildə həyətyanı sahəni sizlərə təqdim edirəm və evin ümumi fasad görkəmi. Gecə işıqlandırma üçün divarlara plafonlar kimi qoyulub. Tam yaşayışlı bir ərazidən sizlərə ev təqdimat edirəm. 2 mərtəbə 4 otaqlıdır. Sənəd isə kupçadır. Qiymət 125 min manat təşkil edir. Kanalizasiya sisteminin xəttinə kimi çəkilib, hazır bir vəziyyətdə. Qazı, suyu, işığı daimi olan bir ərazidən ev təqdimata başlamışam. Demək, Təzə Saray yolundan dəyərli dostlarımız, Təzə Saray yolundan bura 517 nömrəli marşrut xətti işləyir. Ətraf ərazidə iaşə obyektləri var, hazır bir vəziyyətdədir evimiz. İşıqlar tam qoşulmadığı üçün videomuz qaranlıq düşə bilər. Çox geniş bir şəkildə dəhliz sahəsi var. Dəhlizdən otaqlara bölgülərdir. Solda yerləşir evin qonaq otağı, pəncərəsi öz həyətyanı sahəsinə baxır. Monolit betonla inşa olunub. Dəyərli dostlar, fundament beton karkas və şəbəkə pəncərə isə öz həyətyanı sahəsinə baxır. İstilik sistemin xəttinə kimi çəkilib hazır bir vəziyyətdədir. Qonaq otağı ilə sizləri tanış etdim. Keçək evin mətbəx sahəsi ilə də sizləri tanış edeyim. Çox böyük bir kvadrata malik mətbəx sahəsi var. Mətbəx mebelin yerləri, aksesuarların xətləri və şəbəkə pəncərə yığılıb hazır vəziyyətdə öz həyətyanı sahəsinə baxır. İkinci mərtəbəyə qalxan beton pilləkənlərdir. Taxta üzdüklərlə, əl işləmələri ilə işlənilib və pilləkənlər altı belə bir boş sahə var. Artıq əşyalarınızı yığıb kladovka kimi düzəldə bilərsiniz. Hər mərtəbəyə məxsus hamam tualet sahəsi, birinci mərtəbəyə məxsus olan hamam tualet sahəsi asma tavan işləmələrlə işlənilib, hazır bir vəziyyətdədir. Dəhlizdə istilik sistemin xəttinə kimi çəkilib, hazırdır. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Pilləkənlərdən qalxanda işıqlandırma üçün belə bir havalandırma, işıqlandırma üçün pəncərə qoyulub. İkinci mərtəbədə yerləşir 3 yataq otağı, 1 sanitar qovşaq. Çox geniş bir şəkildə dəhliz sahəsi var, dəyərli dostlar. Siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifədə nömrə var. Nömrə ilə